hökumətin iqtisadçıları başlayıblar bizim büdcə ilə bağlı, vergilərlə bağlı tənqidlərimizi güya cavablandırmağa və deyirlər ki, 22 illik hakimiyyətin iqtisadi uğurlarına kölgə salmağa çalışırıq biz. Mən bu tip adamlara, xüsusilə özünün hələ yerini və şəxsiyyətini müəyyənləşdirməmiş adamlara heç bir cavab vermək istəmirəm. Ancaq onlara soyuducudakı ətin, yumurtanın cavab verdiyini deyirəm. Yəni onların ən yaxşı cavabı Azərbaycan insanının soyuducusundakı ətin, yumurtanın sayıdır, miqdarıdır. Soyuducunu açır vətəndaş, görür ki, orada onun ürəyi istədiyi qədər, əgər varsa ət varmı, yumurta varmı, kərə yağı varmı? Əgər varsa o cavabı onlar verirlər. O kərə yağı, ət, yumurta deyir ki, Seymur Həzi düz deyir, başqa bir müxalifətçi düz deyir, yoxsa bu hökumətin iqtisadiyyatdan kənar cib iqtisadçıları. Ona görə cib iqtisadçıları ki, bu adamlar öz ciblərindən, mənfəətlərindən başqa heç nəyi fikirləşmirlər, düşünmürlər və ona görə də düşünürlər ki, hər şey çox əladır. Yəni bu tip siyasət, iqtisadi siyasət hissiyatsız iqtisadi siyasətdir. Onlar yalnız və yalnız özlərinin ciblərinə təsir edən məsələlərə reaksiya verirlər. Məsəl üçün deputat maaşları qalxsın, düşsün. Deputat maaşları qalxsın çünki onların lüks həyatları ilə bağlı problemlər yaşana bilər. Amma 400 manat, 250 manat, 220 manat, 290 manat, 320 manat pensiya alan insanların nətər yaşadığı haqqında onların fikri yoxdur. Çünki onlar bunu bilmirlər. Onlar başa düşmürlər ki, 320 manatla yaşamaq olar, yoxsa yox. Onlar düşünürlər ki, 220 manatla yaşamaq mümkün deyil. Ona görə də bu adamların hardansa başqa gəlirləri var deyə ölmürlər. Yəni, onlar hamı fikirləşir ki, yəqin bunlar da 5.000, 6.000, 7.000 gəlirlə yaşayır sadə insan vətəndaşı, sadə Azərbaycan vətəndaşı. Yəni, sadə insanın nə vəziyyətdə, hansı şəraitdə yaşadığından xəbərləri yoxdur bu adamların. Bunların soyuducu problemləri yoxdur, soyuducularında ərzaq problemləri yoxdur. Bunlar yalnız və yalnız daha bahalı yerlərdə, daha bahalı xarici ölkələrin turistik bölgələrində istirahət edə bilməyəndə düşünürlər ki, nə baş verib? Bizim iqtisadiyyatımız zəifləyib, onda nə etmək lazımdır? Deputatların maaşını artırmaq lazımdır. Məmurların paketini artırmaq lazımdır. Çünki xalq narazı ola bilər. Çünki xalq ancaq onlar üçün bu deputatlardır, bu məmurlardır. Başqa heç kim deyil. Ona görə də əziz dostlar, əziz vətəndaşlar, soyuducunuzu açın. Baxın, görün o soyuducudadır. İstədiyiniz qədər yağ varmı? İstədiyiniz qədər yumurta varmı? Ət varmı? Toyuq varmı? Balıq varmı? Əgər varsa, bilin ki, onlar düz deyirlər. Yox, əgər sizin ailənizin dolanışığına çatacaq qədər, övladlarınızın ağlamağını kəsəcək qədər ət, yağ, yumurta, qida, ərzaq yoxdursa sizin soyuducunuzda, bilin ki, onda biz düz deyirik. Biz düz deyiriksə, onda bu həqiqətlərin yayılmasından ötürü siz də bu videonu bəyənin, paylaşın və etiraz edin. Vətəndaş səsinizi ucaldın. O tip adamların paylaşımlarının altına girin və həqiqəti yazın. Yazın ki, ay özündən bixəbər qafil. Oyan, çünki sənin dediklərinlə bizim soyuducumuzdakı məhsulun miqdarı, keyfiyyəti eyni deyil. Sən yalan danışırsan və ancaq özün haqqında həqiqətləri bilirsən. Sağ olun, sağlıqla qalın. Videonu bəyənin, paylaşın əziz dostlar.